Hər vaxtınız xeyirli olsun, növbət tamaşaçılar, dəyərli izləyicilər. Bugün fevral ayının 14-dür. Həftənin şənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. ABŞ prezidenti Donald Trump'dan çox maraqlı bir açıqlama var. O yenə də İranda hakimiyyət dəyişikliğinin ola biləcəyi ehtimalından danışıb və bunu ən yaxşı nəticə kimi dəyərləndirib. News 365 saytı xəbər verir ki, bu barədə Reuters demək məlumat yayıb. Görünür bu baş verə biləcək ən yaxşı iş olardı deyə Donald Trump bildirib. Bu min bir dərdə dərman olan, tərkibində bütün çiçəklər olan ildə bir dəfə süzülən baldır. Bu baldan may balı süzülməyib. Oradan gökə meşəsinə, oradan da yaylağa qaldırmışıq. Yəni tərkibində cənub bölgəsində bəlkə elə bir bitki yoxdur ki, o çiçək açsın o bu balın tərkibində olmasın. Yəni bu sözü mən deyirəm, altını da xətt cızaraq deyirəm. Ürəyi istəyən adam da aparıb bunu analiz eləyib yoxlatdıra da bilər. Aziz dostlar, bu balımız bizim min bir dərdin dərmanıdır demək olar. Bunun elə süzülməyinə bir dənə baxın. Bunu yaxından gətirib bir dənə çək göstər yine. Bunun gözəlliyinə bir dənə baxın, bunun şəffaflığına baxın. Kim də əgər istəsə, yəni bu balı onda nəzərinizə çatdırım ki, Pulad qardaşıma göndərirəm Gədəbəy rayonuna. Mən ona bal göndərmişdim. Yayda təzə süzəndə bu balı mənə zəng elədi, dedi qardaş, həyatımda hələ mən belə bal yeməmişəm. İnşallah bunu da onun üçün göndərirəm. Kim də əgər istəsə Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pulsuz olacaq. Bir şey də nəzərinizə çatdırım ki, məndən alınan balın tərkibində əgər qatqı çıxsa, mən onun pulunu 2 qat geri verəcəyim. Hər biriniz alıb dadın bu baldan və bilin ki, əsl balı siz də yeyə bildiniz.